Bu mənzərəni necə buraxıb gedəsən axı? Bu mənzərəni necə tərk edəsən axı? Çox təəssüf hissi ilə bu mənzərəni tərk eləmək məcburiyyətindəyəm hal-hazırda. Çünki tur daxilindəyəm və iştirakçıları Bakıya çatdırmaq lazımdır. Əgər ki bu şərtlər altında olmasaydı, inanın ki saatlarla bu mənzərəni burada izləyərdim və həqiqətən doymaq olmur. Sizi əmin eləyə bilərəm. Sizcə də çox füsunkar bir mənzərə deyilmi? Çox incə bir an deyilmi bu? Dağların əzəməti və buludların belə bir mənzərəsi, bundan necə doymaq olar axı? Sözlə ifadə eləyə bilməyəcəyim mənzərə ilə qarşı-qarşıyayam hal-hazırda və çox az bir müddətdən sonra təxmini 1 saat və yaxud da saat yarım sonra gün batışı olacaq. Gün batımını buradan izləyib bu mənzərəni doya-doya yaşamaq istəyərdim. Heyf ki, aşağı düşmək və bu mənzərəni tərk eləmək məcburiyyətindəyəm.